Salam dəyərli izləyicilər, 9 dekabr 2025-ci il Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə çıxışı zamanı bildirib ki, mən həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə görə sizə və Slovakiyadakı dostlarımıza minnətdaram. Hazırda tikilən ağıllı kənd Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibb mərkəzindən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. Prezident bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası bugün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir. Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə 2-ci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur deyə dövlət başçısı qeyd edib.